Salam, hər vaxtınız xeyir olsun, hörmətli Neftçi TV izləyiciləri. Prime Sports futbol mərkəzindəyik və bugün AFFA Yüksək Qızlar Liqasında mövsümün Neftçinin sonuncu oyunu başlayacaq və artıq komandaların heyətləri ilə tanış ola bilərik. Başlayaq Neftçidən. Qapıda 98 Günay İsmailova, 13 komandanın kapitanı Sevinç Vəttazadə, 5 Aydan Həsənova, 8 Firəngiz Teymurova, 9 Mədinə Çuruqova, 10 Ayşən Salamzadə, 11 Məsumə Nəzərli, 15 Sara Səlimova, 16 Xanım Əsədova. Qəbələnin heyəti qapıda 1 Aynur İbişova, 7 komandanın kapitanı Zəhra Rzayeva, 2 Rəqsanə Musayeva, 4 Canan Həsənli, 6 Baxça Cəbrailova, 8 Sona Cəlilova Şəffanı 3-0 məğlub etmişdik. Fit səslənir və maç başladı. Hesabı açmaq olar. Fit səslənir, Ayşən gəlir, Ayşən Salamzadə və hesab açılır. Neftçi Qəbələ ilə oyunda hesabda irəli çıxır. Ayşən Salamzadənin vurduğu qolla dəqiq yerinə yetirdi və nəticədə maçda hesabı açır Ağqaralar. Sağ cinahda Məsumə ilə oynadı. Nəzərli oyundan kənar vəziyyəti yoxdur. Məsumə qapı qarşısına ötürür. Zərbə alınmadı. Röyanın öndə qalır top Röya Əliyeva və orada top qapıdan keçir. Röya Əliyevanın zərbəsindən sonra hesab 2-0 olur. Artıq hesab 2-0'dır. Qəbələ futbolu növbəti dəfə mərkəzdən topu oyuna daxil edəcəklər. Və hakim birinci hissəni bitirir. 2 nömrəli oyuncu Firəngiz Teymurovanın əvəzinə meydana 77 nömrəli oyuncu Suel Polikarpova daxil olur. Təqdim olunacaq maç başa çatdıqdan sonra. İndi Ayşən Salamzadə topladı. Ayşən irəliləyir. Salamzadədən ötürmə Mədinəyə. Mədinə yaxşı keçir rəqbini. Mədinə və 3-0 olur hesab. 3-0. Salamzadə irəli oynayır, Xanım qaçır, Xanım Əsədova çatır, Xanım zərbə də vurur, Əsədova 4-0 edir hesabı. Xanım Əsədovanın vurduğu qollarla Neftçi hesabda irəlidədir. Salamzadədən ötürmə cərimə meydançasına, orada avtogol. Avtogol, özü çox baxımlı avtogol. 5-0 olur hesab. Bir qədər də artır. Röya Əliyeva 88 dəqiqə artıq bitib. Maçın əsas vaxtında son. Mədinə Curuqova uzaqdan zərbə və ala bir qol. Mədinə dubl edir. Curuqova bəlkə də bu mövsümdəki sonuncu qol oldu. Elə baxımlı qolla mövsümü bitirmək təbii ki yaxşı olardı. Röya və bu da maçın finalidir. Maç başa çatır. Neftçi sonuncu turu da qələbə ilə tamamlayır. 6-0 hesabı ilə Qəbələni məğlub edir futbolçularımız və bununla da mövsümü 22-də 22 edərək maksimum 66 xal toplayaraq tamamlayır. Neftçinin kapitanı Sevinç Vəttazadə ardıcıl 3-cü çempionluq kubokunu qaldıracaq. Neftçi ardıcıl 3 mövsüm çempion olur. 3 mövsüm Neftçi Azərbaycanı Çempionlar Liqasında təmsil etmək hüquq qazanır. Kubok kapitanda Sevinç Vəttazadədədir. 2025-2026-cı illər mövsümü AFFA Yüksək Qızlar Liqasının çempionu Neftçidir. Bütün Neftçiləri, Neftçi ailəsini, futbolçuları, məşqçiləri, inzibati tibbi heyəti, Neftçi ailəsini, azarkeşləri hər birini təbrik edirik.